Salam dəyərli müəllimlər. Dərsimiz 5-ci sinifin 11-ci mövzusu olan oduncağın yonulması dərsidir, mövzusudur. Gəlirik oduncağın yonulması nədir? Məmulatın düz və hamar səthə malik olması üçün onu neynirlər? Düz və hamar səthə malik olsun. Bu zaman onu yonurlar. Və pəstahları müxtəlif yonca alətlərlə yonmaq olar. Amma bunların ən geniş yayılmış növü, ən məşhur növü 3 dənəsidir. Hansıdır? Şerxebel, rəndə və fuqandır. Bütün yonucu alətlər taxta və yaxud da ki, metal qəlibdən, yəni qəlbi həm metal, həm də taxtadan ola bilər. Bıçaq, paz və dəstəkdən ibarətdir. Və həmçinin də bu, baxın, şəkil A-da, B-də və C-də göstərilib. Hansı ki, A şerxebeldir, B rəndədir, daha uzun olan isə fuqandır. Bu formada yadda saxlaya bilərsiniz. Ən balaca olan, görünüşcə ən balaca olan, bir də baxırsınız tiyəsinə, kəsici hissəsinə. Baxın, bunda qövsvaridir, yəni şerxebeldə. Amma ki, B ilə C-də, yəni rəndə və fuqanda bıçağın kəsici tiyəsi düzdür. Görürsünüz? Düzdür. Amma bunda sanki biraz fərqlidir. Ağız hissəsi, yəni kəsən hissəsi biraz daha fərqlidir. Burada da görünür. Daha sonra, bunlar hər üçü də rəndədir. Müəllimlər, hər üçü də rəndədir. Şerxebeldə, rəndədə, fuqanda rəndədir. Yəni, rəndənin sadəcə növləridir. Funksiyalarına görə, bıçaqlarının kəsici formasına görə, yerinə yetirdikləri, yəni dediyim kimi, funksiyalarına görə bir-birlərindən fərqlənirlər. Xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Yəni, pəstahın üzərində hər biri yonma əməliyyatını yerinə yetirir. İndi biraz daha aydınlıq gətirəcəm dərsin gedişatında. Deməli, indi gəlirik burada şəkil 2-də rəndənin quruluşuna baxırıq. Rəndənin quruluşunda nə göstərir? Onun qəlibidir, 1 ilə göstərilən qəlibidir, 2 ilə göstərilən bıçağıdır. Baxın, iti formadadır, sanki bıçağı xatırladır, ucunu baxırsınız, iti formadadır. 3 nədir? 3 pazdır. 3-ə baxırsınız, pazdır. 4 də dəstəkdir. Baxın, paz sanki bu bıçağı, bıçaq deyil, 2 ilə göstərilən. Sanki paz onu, belə deyim, qəliblə bıçağı sıxır. Sanki qəlibə sıxır bıçağı. Görürsünüz, paz onu sıxır. Deməli, və dəstəkdə 4-də göstərilənsə dəstəkdir. Qəlib oldu, 2 bıçaq oldu, 3 paz oldu, 4-də dəstək oldu. Bıçağı uc formasından tanıyırıq, tiyə formasındadır bıçaqdır. Qəlib ən böyük hissəsi qəlibidir, yəni 1 ilə göstərilən hissəsi qəlibidir. 4 gördük ki, dəstəyidir. Yerdə qalan isə, sadəcə yerdə hansı qalır? Qalır bir dənə 3, o da onun, belə deyək, paz hissəsidir, daha doğrusu 3. 3 də onun paz hissəsidir. Sonra, şəkil 4-də rəndə ilə yonmanı göstərir, pəstahın yonulmasını göstərir və gəlirik bıçaqlar, daha sonra yonqar-qıranı olan bıçağa, yonqar-qıranı olan bıçağın hissələrinə, baxırsınız burada göstərib, hansıdır? Deməli, və burada A ilə B-də göstərilən isə bıçaqlardır, hansı ki, rəndə və rəndənin bıçaqlardır, şerxebel bıçağı və rəndə ilə fuqanın bıçağı. Baxın, burada da demişdim, görüm şəkildə görünür. Bəli, görürsünüz, bunun bıçağı biraz daha fərqli formadadır. Görüm, göstərir. Baxın, görürsünüz, fərqlidir. Amma bunlar da düzdür. Hansı ki, bıçaq hissələri düz formadadır. Həmçinin də burada bıçaqlarını göstərir rəndənin. Deməli, A nədir? A-da göstərilən şerxebelin bıçağıdır. Ağzına baxırsınız. Və B-də göstərilən isə rəndə və fuqandadır. Görürsünüz, düz formadadır. Daha sonra, yonqar-qıranı olan bıçağın hissələrinə gəlirik. Yonqar-qıranı olan bıçaq da 4 hissədən ibarətdir. Nədir? Baxın, bolt. Gözünün qabağına gətirirsiniz, nəyi var? Boltu var. 3 bolt. Bir nədir? Bir əgər bu yonqar-qıranı olan bıçaqdırsa, burada bıçaq da olacaq. Bıçaq hansıdır? 1. 1 ilə göstərilən bıçaqdır. 3 nədir? Daha doğrusu, bıçaq, yonqar-qıran 2. 2 yonqar-qırandır. 2 yonqar-qırandır. Və geriyə qaldı bir dənə bıçağın kəsici tiyəsi. O da 4-dür.
O da 4-dür bıçağın kəsici tiyəsi. İndi belə deyək də. Deməli, bolt yadımıza salırıq. Bu yonqar qranı olan bıçaqdırsa, baxın. Adında da var yonqar qranı olan bıçaq. Həm yonqar var burada, yonqar qran var daha doğrusu 2-də. Həm də bıçaq var 1-də. Adında olan 2 söz öz hissəsində də var. Bir dənə əlavə bolt var. Bir dənə də bıçağın kəsici tiyəsi var. Baxın, sanki tiyə kimidir. Görürsünüz, kənar hissəsi, tiyəsi. Bu da belə. Daha sonra gəlirik şerxəbelə, rəndə, yəni bunların bıçaqları haqqında məlumat verim sizə. Şerxəbel kəsici tiyəsi qövs şəkilli və qabarıqdır. Qövs şəkillidir həqiqətən də. Baxın. Bu onun hissəsidir, qövs şəkillidir və qabarıqdır. Amma rəndə və fuqanda, yəni bundan söhbət gedir, düzdür. Həqiqətən də bıçağın kəsici tiyəsi düzdür. Şerxəbelə sətin ilkin kobud yonulmasında, kobud yonulmada şerxəbeldən istifadə olunur. Rəndə ilə isə son təmizləmə, hamarlama da deyə bilərik. Həmin işlərin yerinə yetirilməsində rəndədən istifadə olunur. Şerxəbel alman mənşəli sözdür. Baxın, kobud kəsmək üçün yonucu deməkdir. Baxın, bu yonucu alət olduğuna görə sonda yonucudur deyirik. Kəsicidir yox. Yonucu alət olduğuna görə kobud adında da var. Şerxəbel kobud kəsmələri, sətləri belə deyək də, onları emal edir. Kobud kəsmək üçün yonucu alət olduğu üçün deyirik. Kobud kəsmək üçün yonucu. Kobud yonmaq üçün kəsici də qoyulur testlərdə. Yox, bu kəsici alət deyil. Yonucu alətdir. Nə üçün? Kobud kəsir dişləri ilə, daha doğrusu bıçağı ilə kəsir və kəsmə nəticəsində kobud bir kəsmə yerinə yetirir. Amma özü yonucu alətdir. Kəsən hissəsi isə onun bıçağıdır. Daha sonra fuqan rəndədən uzundur. Bəli, şəkildə də görürük. Fuqan S ilə göstərilən fuqan rəndədən uzundur. Bəli, düzdür, rəndədən uzundur. Fuqanla yonanda uzun pəstahlarda hamar, yastı sətlər alınır. Bəli, görürsünüz, fuqan özü uzundur da, uzun bir rəndədir. Onunla deyir ki, yonma zamanı uzun pəstahlarda hamar, yastı sətlər alınır. Hamar, yəni zaten bunların hər birinin funksiyası hamar səth almaq üçün yerinə yetirilir rəndələmə əməliyyatı. Hamar plus yastı sətlər almaq üçün istifadə olunur. Pəstahı verstakda necə bərkidirik? Dayaq və pazlar arasında elə bərkidirik ki, emal olunan səth yuxarıda qalsın. Yəni biz emal edəcəyimiz səthi, yəni hissəni dayaq və pazın arasında bərkidirik. Və o elə qalmalıdır ki, onun emal olunan səthi yuxarıda olsun ki, rahatlıqla onun üzərində rəndələmə işini yerinə yetirə bilək. Yəni bizim o, belə deyim də, əməliyyatımızda hər hansısa bir maneçilik yaranmasın. Rahatlıqla rəndələmə əməliyyatını yerinə yetirək. Şerxəbelin mənası dərindən yonmaq üçün ağzı yarım dairəvi şəkildə olan rəndədir. Fuqan isə uzun rəndədir. Daha sonra gəlirik, burada rəndən tutulması, yəni hərəkət olunması bu ilmiq sualı olmuşdu və ardıcıllıqla qeyd olunmuşdu. Necədir? Baxın, sağ əli ilə rəndənin arxa hissəsindən, arxadan, sol əl ilə isə ön dəstəyindən tuturuq. Deməli, sağ ilə rəndənin arxa dəstəyindən, sol əl ilə isə ön dəstəkdən tutulur. Sonra rəndəni emal olunan səthin üzərinə qoyur və irəli itələyirik. Yəni, rəndəni emal olunan səthin, pəstahın üzərinə qoyuruq, yəni irəli doğru itələyirik. Yəni, rəndələmə əməliyyatına artıq başlayırıq. Yonmanın əvvəlində qəlbin ön hissəsini, yonmanın sonunda isə arxa hissəni sıxırıq. Baxın, öndə ön hissəni, sonda isə arxa hissəni sıxırıq. Yəni, bir-birlərinə uyğunluq təşkil edir. Öndə, yəni yonmanın əvvəlində, daha doğrusu, əvvəl deyirsə, sanki əvvəldə ön hissəni sıxırıq, sonda isə arxa hissəni, arxa hissəni
qəlbin arxa hissəsini sıxırıq. Rəndəni əks istiqamətə hərəkət etdirdikdə onu emal olunan səthin üzərindən qaldırırlar. Yəni artıq bu proses bitdi. Rəndəni əks istiqamətə hərəkət etdirdikdə onu emal olunan səthin üzərindən qaldırırlar və beləliklə emal olunan səth düz və həmar şəkil alana qədər, lazımi qalınlıq alana qədər yonulur. Baxın, sanki bu sonuncu mərhələyə oxşamır, amma sonuncu mərhələsidir. Deyir ki, beləliklə emal olunan səth düz və hamar şəkil alana qədər, lazımi qalınlıq olana qədər yonulur. Əgər emal edilən səthin üzərində tilişkələr əmələ gələrsə, onda detalı əks istiqamətdə yonmaq lazımdır. Detalı yəni çeviririk, rəndəni yox. Detalı əks istiqamətdə çeviririk və onu yenidən rəndəlirik ki, düz və hamar səth lazımdır axı bizə. Onu həmin səthi tam əldə edək. Sonra təhlükəsizlik qaydaları nədir? Yonma zamanı pəs daha etibarlı bərkidirik. Bütün təhlükəsizlik qaydalarında bu sözlər var. Etibarlı bərkitmə, sıx bərkitmə. Daha sonra yalnız bıçağı yaxşı itlənmiş rəndə ilə işləyirik. Bəli, iti lazımdır ki, bizə rəndələməni yerinə yetirsin. Rəndənin itiliyini əllə yoxlamaq olmaz. Təbii ki, əlimizi kəsə bilər. Dülgər alətlərini yonqar qırıntılarından yalnız taxta pazın köməyi ilə təmizləyirik. Baxın, nə deyir? Dülgər alətlərini, yəni alətləri, rəndədir, nə bilim, digər sıxacdır, digər alətlər. Yəni ustanın alətlərini yonqar qırıntılarından, hansı ki o taxta, belə deyim də, parçalar olur orada, tilişkələr kimi bir parçalar, taxta parçaları. Onları deyir ki, yalnız taxta pazın köməyi ilə təmizləyirik. Əgər dülgər alətini görürüksə, gələcək dərslərdə deyəcəm niyə bunu deyirəm. Bu zaman yadımıza salırıq, taxta paz, dülgər aləti, üstəgəl taxta pazın köməyi ilə təmizlənir. Dülgər alətlərini verstakın üzərində yan üstə qoymaq lazımdır və istifadə zamanı rəndəni və digər dülgər alətlərini düzgün tuturuq. Bu da digər bir məqam. Dərsimiz bu qədər əziz müəllimlər.